Hər vaxtınız xeyir. Qonağınız gələcək. Bir 35-40 dəqiqə hazırlaya biləcəyiniz bir yemək hazırlayıram və gördüyünüz kimi görünüşü də belə pis deyil. Yeməyə pis deməzlər, amma ki görünüşünü deyirəm də. Gəlin başlayaq. Başlamaq üçün nə lazımdır? Mən biraz quyruq götürdüm, dondurucudan çıxartmışam. Baxın, 3-4 dilim kəsəcəyəm. Xırda-xırda doğrayıram. Yenidən ət maşını çıxardıb çəkməyə vaxt yoxdur. Tavaya atıram, qoyuram yağını buraxsın. O yağını buraxana qədər soğan doğrayacağım. Bir baş soğan. Sizdə varsa göy soğandan istifadə edə bilərsiniz. Çox ləzzətli alınır. Mən isə baş soğan götürmüşəm. Məndə ağ baş soğandır. Onun xüsusi tamı var belə. Yaxşıca qarışdırdım və bu arada mən hazırlamadım. Amma sizə məsləhət görürəm. Pomidor, sumaq və soğanı blenderdən çəkin, duz istəyət əlavə eləyin. Bunu da sos kimi istifadə edərsiniz. Tamam, quyruq yağını tamam buraxdı. Soğanı da bura əlavə edirəm. Gözəlcə bu qızarsın. Yəni qızarması yox ha, rəngini dəyişəcək. Çiğdən də qoya bilərik. Ət maşını ilə çəkə bilərik. Amma vaxtımız yoxdur, elə deyilmi? Bir dəstə cəfərim var. İncə saplı cəfəridir. Başlarını kəsdim, atdım. Yarpaqlarını isə doğrayıram. Bu gözəl bir tam verəcək. Əvvəllər mənim xoşlamadığım bir şey idi. İndi amma lap çox sevirəm. Çünki xeyri də çoxdur. Soğanımız da gördüyünüz kimi rəngini dəyişmədən, tamamilə qızarmadan quyruq yağı ilə birlikdə tavadan köçdü göyərtinin üzərinə. İndi deyirsiniz bu necə qiymədir? Qiymə belə bir qiymədir ki, mən onu 2 dəfə maşından çəkmişəm. Dana ətidir, incə ətdir və bir pomidorun qabığını soyub, tumlarını da tullamışam, ancaq o ət hissəsini doğramışam bura ki, su buraxmasın çox. Duz, istiyot, qara istiyot əlavə eləyib əlimlə yaxşıca yoğuracağım bunu. Həm rahatlıqla yayılsın, həm də bişərkən bərabər bişsin. 3 dənə badımcan götürdüm, onu da belə 1 santimetr, bir barmaq enində belə doğradım. Biraz duz tökəcəyim üstünə, acısını buraxsın. Daha sonra isə mən işlərimi görəndən sonra tavaya düzəcəyim. Ətlə birlikdə qızaracaq. Yəni ki, ayrıca yağın içində qızartmaq zad yoxdur. Desəz ki, xırt-xırt yox, bu xırt-xırt badımcan deyil. Duzlamasaz da olar, çünki indiki badımcanların acılığı yoxdur. Yerli badımcan isə payızda olacaq. Və belə qəşəcə bunu görürsünüz, duzlayıram hər tərəfini. Sonra sıxmayacağım, təkcə suyun altında yuyacağım. Lavaşdan istifadə edirəm, uzun lavaşlardan. Deməli 4-5 qat lazım olacaq bizə. Və indi hazırladığım o içliyi bura əlavə edirəm və nazicə yayıram. Deyirsiniz, niyə nazik? Bolluca ətlə eləmək olar. Ət pişsin deyənə. İçərisində ət qəşəng pişir, nazik olanda. Biraz qalın olanda həm sulu qalır, həm də ki adam arxayın olmur ki, o ət onun içində tamamilə pişib ya yox. Və qat-qat hamısını üst-üstə qoya-qoya yayıram. Üstündən basmasaq, belə biraz havalı olsa, qalın da eləmək olar. Amma ki, yenə də arxayın olmaq üçün mən bunu həmişə nazik yayıram. Gözəl. Quyruq ətini bolluca qoya bilərsiniz, əgər ailənizdə, məsələn, yağlı yeyən varsa, o daha ləzzətli olur. Burada bir azacıq baxırıq da, kiminsə mədəsi götürür, kiminsə isə götürmür. Əssalam. Yığdıq və indi başlayırıq bunu belə 3 barmaq, 4 barmaq enində kəsməyə. Üst-üstə yığacağıq. İndi də çevirib yan-yana qoyuruq. Və gördüyünüz kimi çöplərlə mən bunu bərkizirəm. Taxta şişlər olsa daha yaxşı olar. Yəni onu sobada çevirmək rahat olur. Bu çöplərdən isə sürüşür. Sürüşməməsi üçün əgər şişləriniz varsa ona keçirdin. Və bunları belə kəsirik. İndi soba tavasına yerləşdirirəm. Soba tavasını yağlamağa ehtiyac yoxdur. Ətin özünün yağı çıxacaq. Badımcanları isə yaxşıca yuduq, duzlayın, istiyotlayın və üzərinə bir azıcıq bitki yağı töküb belə əlimizlə qarışdırıb sonra düzürük tavaya. Bu isə gördüyünüz kimi pendirlə olanıdır və çöpünüz yoxdursa bu cürə hazırlaya bilərsiniz. Burada 2 dənə lavaşdan istifadə elədim.
daha rahatdır, daha tez hazırlanır. Biz bunu sizinlə bir dəfə hazırlamışdıq. Köhnə videoların arasında var. Yenə də təkrar olaraq bilirəm ki, orada deyəcəklər, "Ay, bizim çöpümüz yoxdur, neyniyək?" Çöp yoxdur, bu cür hazırlayın. Və belə daha arxayınlıqla bişir onun ətinin içi. Çünki ətin bir hissəsi tavaya dəydiyi üçün o istilik daha yaxşı qalxır yuxarı. Və belə qəşəngcə badımcanlar görürsünüz, qızardı. Hə, desəz ki, xırt-xırt yox. Bunlar xırt-xırt deyil. Çünki mən onları nişastaya batırmamışam. Amma onu da eləmək olar. Yəni burada yağdan istifadə etmədən, kartof qızartmadan, pomidoru da qızartsaydıq yağın içində yaxşı olardı. Amma mənə elə gəlir ki, daha yaxşısı elə pomidoru doğrayıb masanın üstünə qoymaqdır. Çox ləzzətli alındı, hamının da xoşu gəldi, mənim özümə də ləzzət verdi. Çünki niyə? Tez oldu, rahat oldu. İstədiyiniz ətlə hazırlaya bilərsiniz. Quyruq yağı istəmirsinizsə kərə yağından istifadə edə bilərsiniz. Bugünlük bu qədər. Sizdən isə bəyəndinizsə like etməyi, suallarınız varsa yazmağı və nuşucanlıqla hazırlayıb yeməyi ümid edirəm ki, siz də hazırlayacaqsınız. Bugünlük Şərqiyə xanımdan bu qədər. Gələn videolarda görüşmək üzrə. Xudahafiz mənim əzizlərim.